Sakinlər yaşayış binasında mənzilin təyinatını dəyişərək obyekt etmək istəyən qonşularından şikayətçidirlər. Deyirlər, qorunan binaya dəfələrlə kənar müdaxilələr olunub. Hər dəfə də qarşısı alınıb. Şikayət olunan qonşu isə mənzil qapısının hörüldüyünü iddia edir. Qaynar xəttimizə gələn zəng əsasında şikayətçiləri əməkdaşımız Rəşad Vəkiloğlu dinləyib. 4 ildir burada qalıram, doğulmuşam burada. Həmişə buranı bilmişik, orada o tərəfdən olmayıb giriş. Qonşuların girişi buradan olub. Giriş hissəsində əlavə qapı oyğunun açılmasına cəhd göstərmişdi. Bu 3 dəfə təkrarlanıb. Şikayətçilər deyir ki, 2 əsrə yaxın yaşı olan binanın daşıyıcı divarlarına bir neçə dəfə müdaxilə edilib. Həm də gecə saatlarında. Mənzil sahibi isə əksinə, mənzilin giriş qapısının hasarlandığını iddia edir. Sakinlərin sözlərinə görə ötən əsrdə tikilmiş bir neçə il öncə restavrasiya olunmuş binaya qanunsuz olaraq müdaxilə edilir. Məqsəd isə mənzilin təyinatını dəyişməkdir. 3 dəfə kənar müdaxilə olunub, hansı ki, bu mənzilin sahibi tərəfindən mənzilin pəncərə oyğunu qapı ilə əvəz etmək üçün. İddialara görə mənzil sahibi ilə təyinatı qeyri-yaşayış sahəsi olan bu obyektin giriş qapısını, pəncərəni, yəni qapı ilə əvəz etmək istəyir və obyekt olaraq fəaliyyət göstərmək üçün. Ancaq bu qanun pozuntusunun qarşısı həm binada yaşayan sakinlər tərəfindən, həm də aidiyyatı dövlət qurumları tərəfindən alınıb. Köhnə binadır, restavrasiya olunub, amma yəni ki, tarixi qədim bir binadır ki, onu qorumaq lazımdır. Oradan qapı açılır, oradan qapı açılır. Şikayətçilər onu da iddia edir ki, İntiqam İdrisov adlı mənzil sahibi binanın birinci mərtəbəsində pəncərəni qapı ilə əvəzləmək istəyi reallaşmadığına görə binanın blok hissəsində daşıyıcı divardan qapı açmağa cəhd edib. Keçən il yayda açmaq istəyirdilər. O da tarixi bina olduğuna görə icazə vermədilər. Yəni dəfələrlə gəldilər, müdaxilə elədilər. Öz başına sökdülər, dəfələrlə gəldilər, müdaxilə elədilər. Yəni orada qapı olmayıb, amma içəridə qapı olmayıb. Açmaq istədi təzə qonşu. Heç də JK zəng elədi ki, belə bir hadisə baş verir. Heç sonra da blokun içindən təzə qapı açmaq istədilər. Mənzil sahibi müraciətimizə video çəkərək cavab verdi və bildirdi ki, bağlayıblar, kilitləyiblər, açılmır. Gəlmişik, amma o tərəfdən hörülüb də. Bunun o özündə də heç o vaxtda da kubiklər olunmuyor. Bağlayıblar. İndi bilmirəm hardan girir. Buradan çölə açmağı istəyirdik, orada da icazə vermirlər. Rəsmi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nizami Maylovsa bildirdi ki, İntiqam İdrisov binanın birinci mərtəbəsindəki mənzilinin həm pəncərə hissəsindən, həm də binanın blokunun giriş hissəsində qapı açmaq məqsədi ilə tarixi binanın daşıyıcı divarlarını bir neçə dəfə zədələyib. Həmin ərazi qorunan ərazidir, ciddi nəzarətə saxlanılan ərazidir və orada heç bir tikinti, əlavə tikinti quraşdırma işlərinin aparılması və yaxud da sökülməsi nəzərdə tutulmuyor. Bir neçə dəfə o binada yaşayan sakin tərəfindən mənzilin təyinatını dəyişdirmək məqsədi ilə binanın mövcud küçə tərəfi olan pəncərələrin yük daşıyan divarları sökülərək qapı oyğuları ilə açılması aşkarlanmışdı və tərəfimizdən dərhal həmin sökülən hissələr bərpa olunaraq ağlay bəzək daşları bərpa olunub. Birlik rəisi vətəndaşın mənzilinin giriş qapısının hasarlanması və blokun zəbt olunması iddiasına sahib belə aydınlıq gətirdi. Giriş qapısı digər sakinlər tərəfindən ümumi istifadə olunur. Heç bir bağlanma, zəbt olunma yoxdur. Mənzilin təyinatının dəyişdirilmə başlıca səbəbi mənzilin təyinatı qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına şərait yaradılmasını istəyir, tələb edir. Buna görə də o mövcud pəncərələr açılmalıdır ki, qapı oyğundan əvəz olunsun, yəni küçə tərəfdən giriş təşkil etmək istəyir. Bu da qanun pozuntusudur, dəfələrlə cəhd olunub, biz onun qarşısını almışıq. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən verilən məlumata görə isə 19 mart tarixində sözgedən ünvanda yerləşən dövlət tərəfindən mühafizə olunan yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilənin qarşısı alınıb. Söküntü işləri dayandırılıb, eyni halın təkrarlanmaması üçün məsələ diqqətdə saxlanılır. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.